Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi təyyibinə tahirinəl məsumin. Salam, əziz və hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Bu veriliş əziz Peyğəmbərimiz Həzrət Muhammed sallallahu aleyhi və alihi və səlləmin öz yaxın və uca məqamlı sahabələrindən olan Əbu Zərə qısa və dərin məzmunlu nəsihətlərindən ibarətdir. Bildiyiniz kimi moizə və nəsihət mənəvi qidadır ki, insanın batinin və ruhun tərbiyə edir və insanı saadət və xoşbəxtliyinə səbəb olur. Nəsihət eşitmək odur ki, yəni insan bir hadisədən eşitdiyindən ibrət alıb onu o təcrübələri həyata keçirsin. Nəsihət eşitmək hətta əyyaş, şərabxor və cinayətkar bir insanı tövbəyə, dinə, Allah yoluna hidayət edir. Və tarixdə də bunun çoxlu nümunələri var. Elə Əbu Zər də bu nümunələrdən biridir ki, bir hadisədən nəsihət alaraq Allaha tərəf, tək Allahlığa üst tutdu. Ya tarixdə var ki, Fəzil ya Füzeyl-i Əyaz adlı bir şəxs ki, oğru, yol kəsən, cinayətkar bir kəs idi. Bir hadisə ilə ya bir nəsihətlə Allaha tərəf qayıdıb həqiqi tövbə elədi. Füzeyl-i Əyaz bir gün bir divardan aşıb birinin evinə oğurluğa gedəndə, divardan aşmaq istəyəndə evdən bir səs gəlir. Qulaq asır, görür ki, bir Allah kəlamı eşidilir, Allah kəlamı oxunulur. O da Quranda gələn bu ayədir ki, Allah Teala buyurur: "Ələm ya'ni lillezine amenu en təxşə qulubuhum li zikrillah." Allah Teala buyurur: "Məgər iman gətirmiş kəslərin Allahı yada salmaqla qəlbləri təvazükar və muti olmasının vaxtı çatmayıbmı?" Fəzil elə oradaca bir an fikrə gedir və Allahın bu istəyinin, Allahın bu ayəsinin müqabilində deyir ki, niyə Xudavənd, vaxtı çatıbdır. Vaxtı çatıb ki, indi Fəzilin qəlbi sənin qorxundan, sənin yada salmaqla qorxuya düşsün. Fəzil elə oradaca fikrə gedib bir an Allaha cavab verir. Ya bu ayənin müqabilində eşidərkən deyir ki, niyə? Öz-özünə deyir, Fəzil, vaxtı çatıb, bəli. Vaxtı çatıb ki, Allaha tərəf dönüb, Allaha tərəf qayıdasan. Qayıdıb gedib həqiqi tövbə edir və insaniyyətin ali məqamına yetişir və böyük bir alim, abid bir şəxsə çevrilir. Və bunun tarixdə çoxlu nümunələri var. Qurana da nəzər salsaq görürük ki, Quranda müxtəlif insanların nəsihəti gəlibdir. O cümlədən Həzrəti Musa əleyhissalamın Fir'ona, Qaruna ya öz ümmətinə olan nəsihəti, ya Həzrəti İbrahimin Azərə olan nəsihəti, ya Həzrəti Loğmanın oğluna etdiyi nəsihətlər Quranda qeyd olunub. Quran özü də elə bir öyüd və nəsihət kitabıdır ki, Allah Teala Quranda buyurur ki, "Ya eyyuhannas qad za'atkum mau'izatun min rabbikum və şifaa'un lima fis-sudur və hudan və rahmeten lil-mu'minin." Ey insanlar, şübhəsiz Rəbbiniz tərəfindən sizin üçün bir öyüd, nəsihət, başdan başa öyüd, nəsihət olan bir kitab, sinələrdə olan xarab əqidələrə və rəzil sifətlər üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir. Allah Teala bu mübarək ayədə Qur'an-ı Kərimi insanlar üçün moizə olaraq göndərməsini və onların qəlblərinin və dərdlərinin şəfasını Quranda olmasını bəyan edir. Və həmçinin Peyğəmbərlərin də elə gəlişinə, onların da risalətinə baxsaq görürük ki, insanları hidayət üçün, öyüd nəsihət üçün Allah Teala göndərib. Allah Teala Hud Peyğəmbərin dilindən
buyurur ki, "Ubellighukum risalat Rabbi və ana lakum nasihun amin." Hud peyğəmbər öz ümmətinə deyir ki, mən Rəbbim və Pərverdigarım tərəfindən onun risalətini sizə çatdırıram və sizi nəsihət eləyən əminəm, əmanətdar bir şəxsəm. Nəsihət cinayətkar bir insanı, kafir bir insanı müsəlman, müşriki, mömin, xəbərsizi, agah, qabiliyyətsizi sənətkara çevirir. Və onun üçün də heç kəs nəsihətdən ehtiyatsız deyil. İmam Sadiq əleyhissalam da buyurur, mömin Allah tərəfdən olan tövfiqə, daxilindən gələn nəsihətə və ona öyüd verənin nəsihətinə ehtiyac duyur. Nəsihət eşitməklik, nəsihət almaqlıq salih insanların sifətlərindəndir. Əbu Zərin də həyatına baxsaq, görürük ki, o da bir hadisədən nəsihət və ibrət almaqlıqla Allaha tərəf döndü və səhralarda dolaşıb gəzən Əbu Zər Allaha və onun dininə üz tutmaqla səadətə və xoşbəxtliyə nail oldu. Əbu Zər adı ilə məşhur olan Cündəb ibn Cunadə Bəni Qəffar tayfasındandır. Bəni Qəffar tayfası Məkkə ilə Mədinə arasında yerləşən bir tayfadır ki, bu tayfa qarətgərlik və yol kəsənlik, cinayətkarlıqla məşhur olan bir tayfa idi. Əbu Zər və ondan da əlavə bütpərəst idilər. Əbu Zərin İslamdan öncə işi çobanlıq, heyvan otarmaq idi. Bir gün Əbu Zər də başqa bütpərəstlər kimi çölə və səhraya gedəndə öz bütün də özü ilə aparmışdı. Əbu Zər səhrada bütünü bir kənara qoyub qəzai hacət üçün aralaşır. Qaydanda bir hadisə ilə üzbəüz olur. Bu hadisə Əbu Zərin tamam həyat yolun əqidəsini dəyişir. O da bundan ibarət idi ki, Əbu Zər qaydanda görür ki, onun kənara qoyduğu bütün bir heyvan, tülkü ya digər bir heyvan nəcis edib və murdarlayıb. Əbu Zər bunu görəndə çox təəssüflənir və fikrə gedir bir an ki, bir cansız bir şey ki, mən onu büt özümə məbud qərar vermişəm, bir büt ki, mən onu özümə məbud qərar vermişəm, o necə mənə məbud ola bilər? Necə mən ona ibadət eləyim? Dərhal ki, o özündən bir halda ki, o özündən müdafiə eləyə bilmir və bir heyvanın müqabilində özündən müdafiə eləyə bilmir. Əbu Zər bunu fikirləşib və başa düşdü ki, bu Əbu Zər üçün məbud ola bilməz. Ondan sonra Əbu Zər təkallahlığa üz tutdu və bundan 3 il keçirdi ki, Əbu Zər eşitdi ki, Məkkədə bir şəxs peyğəmbərliyə yetişibdir. Əbu Zər bu haqda məlumat toplamaq üçün qardaşını Məkkəyə göndərir və bu haqda qardaşı Məkkədən qaydanda Əbu Zərə xəbər verir ki, bəli, Məkkədə belə bir şəxs zuhur edib və Allah tərəfindən elçi olmasını iddia edir və insanları təkallahlığa dəvət edir, şirkdən çəkindirir və xoş rəftara, gözəl əxlaqlara dəvət edir. Əbu Zər bunu eşitdikdə qane olmadı və kifayətlənməyib özü Məkkəyə yola düşdü. Əbu Zər Məkkədə Əli əleyhissalamın köməkliyi ilə Peyğəmbərin huzuruna şərəfyab olub, Peyğəmbərdən istədi ki, o Allah tərəfindən gətirdiyi sözlərdən Əbu Zər üçün oxusun. Peyğəmbər Əbu Zərə bir neçə ayə oxuduqdan sonra Əbu Zər gördü ki, bu bəşər sözü deyil, bu xaliq sözüdür, bu addi söz deyil və bunu dərk edib Peyğəmbərə iman gətirib şəhadəteynin dedi. Və bundan sonra həmişə Peyğəmbərin ətrafında olub, Peyğəmbərdən nəsihət alardı. Və Əbu Zər amma Peyğəmbərin bu sevimli sahabəsi Peyğəmbərdən sonra çoxlu
zülmə düçar oldu. Çünki Peyğəmbərdən sonra 3-cü xəlifə tərəfindən Rəbəzə adlı bir səhraya sürgün olundu. Rəbəzə bir quru, otsuz, ələfsiz, susuz bir səhra idi ki, Əbu Zərin oradan xoşu gəlməzdi. Və buna xatir də Əbu Zəri Rəbəzəyə sürgün etdilər. Peyğəmbər Əbu Zəri çox sevərdi və Əbu Zər haqqında müxtəlif hədislər buyurub. Əbu Zər haqqında Peyğəmbərdən müxtəlif hədislər nəql olunubdur. Onlardan biri budur ki, Peyğəmbər buyurur, Əbu Zərdən düz danışan yer üzündə olmadı. Yer və yerlər üzərinə götürmədi. Göylər kölgə salmadı Əbu Zərdən düz danışan və sadiq bir insana. Və başqa bir hədisdə buyurur ki, mən neçə nəfəri sevməyə Allah tərəfindən məmur oldum. Allah tərəfindən mənə əmr olundu neçə nəfəri sevməyə. Onlardan biri də Əbu Zərdir. Əbu Zər Hicri tarixi ilə 31 ya 32-ci ildə Rəbəzədə qərib və məzlumcasına həyatını dəyişdi. Amma Əbu Zər Rəbəzədə olan vaxtı Əbul-Əsvəd Dueyli adlı bir şəxs ki, bu Həzrət Əlinin və ondan əlavə 3 imamın sahabəsi idi. İmam Həsən, İmam Hüseyn və İmam Zeynəl Abidin əleyhissalamın da həmçinin sahabəsi idi. Nəql edir ki, Əbu Zər Rəbəzədə sürgün olanda mən Əbu Zərə baş çəkmək üçün Rəbəzəyə getdim. Əbu Zər mənə belə bir əhvalat, belə bir rəvayət nəql elədi ki, buyurdu ki, Əbu Zər Əbul-Əsvəd Dueyliyə deyir ki, Əbu Zər Əbul-Əsvəd Dueyliyə nəql edir ki, dəxəltu zətə yevmin fi sədri nəharihi əla Rasulillah sallallahu aleyhi və alihi və səlləm fi məscidi fələm ərə fil məscidi əhədən minən nas illa Rasulallah sallallahu aleyhi və alihi və Əliyyun aleyhissalam ilə canibihi calisun əxtənimtu xəlvətəl məscid. Əbu Zər Əbul-Əsvəd Dueyliyə nəql edir ki, bir gün səhər mən məscidə getdim. Məscid xəlvət idi. Peyğəmbər və Əli əleyhissalamdan digər bir şəxs məsciddə yox idi. Mən bu xəlvəti qənimət bilib Peyğəmbərə yaxınlaşıb salam, əhval etdikdən sonra Peyğəmbərin yanında əyləşib dedim, ey Peyğəmbər, atam anam sənə fəda olsun, mənə nəsihət etkinən. Əbu Zər belə deyir, Fəqultu ya Rasulallah bi əbi əntə və ummi avsini bi vəsiyyətin yənfəunillahu biha. Atam anam sənə fəda olsun, mənə elə bir nəsihət etkinən ki, Allah Taala onunla mənə fayda versin. Peyğəmbər buyurur və qalə nəəm və əkrim bikə ya Əbu Zər innəkə minna əhləl beyt. Peyğəmbər buyurur, ey Əbu Zər, sən necə də kəramətli bir şəxssən, sən biz əhl-i beytdənsən. Peyğəmbərin bu Əbu Zəri kəramətli və əhl-i beytdən hesab etməsi Əbu Zərin Peyğəmbər yanında uca məqamını göstərir. Kərəm və kəramət sözü lüğətdə Allah tərəfindən olan bütün xeyir və nemətlərə deyilir. Amma bu əgər insana aid edilsə, xoş rəftar, gözəl əxlaq və alicənablıq mənasını daşıyır. Və Peyğəmbər bu Əbu Zəri əhl-i beytdən hesab etməsi Əbu Zərin uca məqamını göstərir. Və Peyğəmbər bu cümləni Salman barəsində də buyurub ki, Salman biz əhl-i beytdəndir. Peyğəmbər dalıca buyurur ki, və inni musikə və vəsiyyətin fəhvəzha, mən sənə vəsiyyət edirəm və etdiyim vəsiyyəti hifz eləginən və onlara əməl etginən. Fə innəha camiətun liturqil xeyri və subulih. Mənim sənə dediyim vəsiyyətlər və öyüd nəsihətlər tamam xeyr və saadət yolun özündə cəm eləyibdir. Fə innəkə in həfizdaha kanə ləkə biha kiflan. Ey Əbu Zər, əgər sən mənim söylədiyim nəsihətləri əməl eləsən, onları hifz eləyib, yadda saxlayıb, əməl eləsən, sənin üçün kiflan olacaq. Kiflan sözü lüğətdə iki məna daşıyır. Birincisi, rəhmət mənasındadır ki, Quranda da elə Allah Taala
bu mənada işlədib kiflan sözü ki, Allah Teala Quranda buyurur: "Ya eyyuhellezine amenu ittaqullah və aminu bi rasulih yu'tikum kiflayn min rəhməti." Ey iman gətirənlər, Allahdan qorxun və Rəsuluna iman gətirin ki, Allah da sizə öz rəhmətini artıqlaması ilə inayət etsin. Əgər bu mənanı biz nəzər salsaq, əgər bu mənaya nəzər salsaq, Peyğəmbərin sözü bu mənanı daşıyır ki, əgər ey Əbazər, sən mənim nəsihətlərimə əməl etsən, Allahın rəhmətinə qovuşmuş olacaqsan. Allahın rəhməti sənə şamil olacaq. Və digər mənası dünya və axirətdir. Yəni, əgər Peyğəmbərin sözü bu mənada belə çıxır ki, ey Əbazər, əgər mənim nəsihətlərimə, öyüdmə, vəsiyyətimə əməl etsən, dünya və axirət səadətinə qovuşacaqsan. Və Əbu Zər də Peyğəmbərin bu nəsihətlərinə tamamı vücudu ilə, qəlbi ilə qulaq asır. Peyğəmbər də onu nəsihətə layiq bilib dalıca bir neçə nəsihətlər buyurur ki, əziz tamaşaçılar, bizim burada verilişimiz sona çatdığı üçün mən bu vəsiyyətlərin ardın gələn verilişlərimizə davam etdirəcəyim. Sağ olun, sağlıqla qalın. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh.